Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev son günlər dünyada baş verən proseslərə, xüsusilə İran-İsrail arasındakı gərginliklərə münasibət bildirib. Millət vəkili Elçi Aza müsahibəsində deyib ki, müharibə daha dağıdıcı xarakter alır və tərəflərin hələ ki müharibəni davam etdirmək imkanları var. ABŞ silah-sursatla İsrailə kömək etsə də müharibəyə qatılmaqdan çəkinir. ABŞ prezidenti Donald Trump'un 80-ə yaxın yaşı var, qərar qəbul etməkdə çətinlik çəkir. Fikirləri çox qarışıq və ziddiyyətlidir. Həmişə demişəm ki, o görünmək istədiyi qədər cəsarətli adam deyil. Fikrimcə, həm də Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Trump'ı başa salıb ki, qarışma, amma daxildə Trump'a böyük təzyiq var. Qüdrət Həsənquliyev Azərbaycanın İrandakı müharibəyə hansı formada qatılmasının mümkünlüyündən də danışıb. Deputat bildirib ki, Azərbaycanın münaqişəyə yanaşması ədalətli və beynəlxalq hüquqa uyğundur. Biz iqtidarın siyasətini tam dəstəkləyirik. Azərbaycan tərəfləri münaqişəni danışıqlar yolu ilə həll etməyə, beynəlxalq humanitar hüquqa hörmət etməyə, dinc insanlara və mülki infrastruktura ziyan vurmamağa çağırır. Hesab edirəm ki, nəzəri baxımından Azərbaycan qardaş Türkiyə ilə birlikdə o zaman hansısa addımlar ata bilər ki, İranda mərkəzi hakimiyyət çökər və Azərbaycanlılar soyqırım və etnik təmizləmə siyasəti təhlükəsi ilə üz-üzə qalar. Ümid edək ki, proseslər o həddə gəlib çatmaz və müharibə sülh anlaşması ilə başa çatar. İranda böyük islahatlar başlayar, Azərbaycanlılar da milli haqlarına qovuşar. İranda türk düşmənçiliyinə son qoyular. Zəngəzur dəhlizi açılar. Qüdrət Həsənquliyev belə deyib. Deputat İran İsrailə daha dağıdıcı zərbələr endirsə, İsrail nüvə silahından istifadə edə bilərmi? Sualını isə belə cavablandırıb. Dövlətin mövcudluğuna təhlükə yaranarsa, İsrail böyük itkilərlə, dağıntılarla üzləşsə və Amerika Birləşmiş Ştatları ona kömək etməsə, düşünürəm ki, İsrail tərəddüd etmədən İrana nüvə zərbəsi endirəcək.